Uşaqlar salam. Biz indi oyun oynayacağıq. Suallara cavab verəcəksiniz. Kimdə bəlidirsə, səssiz səmirsiz bir adım qabağa gələsiniz. Kimdə xeyirdirsə, yox da bələcədim. Kimdə xeyirdirsə yerində dayanacaq. Okey, başladıq. Mən sizi istəyirəm tanıyım gələcəyinizi. Ona görə gələcəyə aid suallar verəcəm. Başladıq. 3, 2, 1. Həyat yoldaşın səndən yaxşı yemək bişirərsə, qısqanarsan, pis olarsan. Deməli bəli deyil, yerində deyərdiniz. Qısqanmazsınız, hə? Əla, xeyr. Gələcəkdə uşağın səndən ağıllı olsa sevinərsən. Fırlat kişilər sevinər. Bir gün evdə deyilməmiş qab-qaşıq yuyarsan, mətbəxdə. Ağıllı uşaqlarda bunlar. Səhər yeməyini gələcəkdə hər gün özün hazırlamaq istəyərsən, hər gün zavtrak hazırlamaq istəyərsən. Boy, sağ ol sən Hakan. Nikol hazır yiyəndir. Həyat yoldaşınız, ваша жена. Həyat yoldaşınız. Sizə telefonu qoy, ancaq məndən söhbət elə desə. Telefonu qoy, ancaq onunla söhbət eləyərsiniz. Vay, arvad istəyənlərdir, gələcək. Arvad istəyənlərdir bunlar. Bir gün saçınız ağararsa, kraska qoyarsınız, rəng qoyarsınız. Rəng qoymazsınız, yaxşı. İstəyirsiniz 10 dənə uşağınız olsun. Bir həftə, size bu adını nedelədə, bir həftə internetsiz yaşaya bilərsiniz. İnternetsiz. Ayxan yaşaya bilər, ben yaşaya bilməz. Da? Okey. Yaxşı. Həyat yoldaşınızın seçdiyi film siz bəyənməsəz filmi. Amma həyat yoldaşınızın xatirinə sona qədər baxarsınız oturub oynan. Ay Allah, bunlar nə arvad çox istəyənlərdir, ay Allah. Həyat gələcəkdə uşağınız sizə sən heç nə başa düşmürsən desə, gülərsiniz. Uşağı sizə desə ki, sən heç nə başa düşmürsən, gülərsiniz. Özünüzü ağıllı hesab eləmirsiniz. Uşağınız sizdən çox bilir. Düşünərsiniz ki, siz uşağınızdan çox bilirsiniz. Bəli desə iləri gəlir, yoxsa yox. Sənin uşağın, oğlun, sənə desə ki, ata sən heç nə bilmirsən, gülərsən. Yəni səni özün ağıllı bilər də, səni yox. Gülməzsən. Gülərsən. Mən video çəkirəm, bu nə sözlərdir? Gülərsiz yoxsa yox? Baxın dənə. Sən razısan, uşağın səhədisini heç nə bilmirsən. Okey. Əgər 1 milyon pul qazansaz, özünüz xərcləmədən hamısını ananıza verərsiniz. Oho. Yaxşı, arvadınız icazə verməsə ki, yox bizimdir pul, onda necə? Arvadınız icazə vermir, deyir ki, yox. Verərsiniz yenə də ananıza. Oh. Əgər eşitsəniz ki, məktəbdə sizin uçiteliniz, müəlliminiz robotdur, məktəbə həvəslə gedərsiniz. Deməli, insanlar robot yaxşıdır, hə? Yaxşı, eşitsəniz ki, Marsa pulsuz səyahət qazanmışsınız. Marsa pulsuz səyahət qazanmışsınız. Gedərsiniz. Mən baxırsan sən. Yox. Yaxşı. Gələcəkdə ev heyvanı kimi evdə timsah saxlayarsınız. Timsah. Timsah, sabaka yox, timsah. Saxlayarsınız timsah? Vəsiyo. Yox, irəlidir. Arvadı parçalatdırarsan. Mesela anamı yedir desən timsah. Pişirəcəksən. Yaxşı. Bir ay ərzində sizə deyirlər ki, sizə ət vermirik, ancaq tərəvəz yiyəcəksiniz. Tərəvəz nə ki, xiyar, pomidor, göygərti dözərsiniz bir ay. Sən hava ilə də dolanırsan. Davay. Sən hava ilə dolarsan, sən dözərsən. Da. Yaxşı. 100 yaşına qədər yaşamaq istəyirsiniz. Gələcəkdə övladın səndən çox pul qazansa, sevinərsən? Övladın. Oş. Yaxşı. Həyat yoldaşın hər gün mahnı oxusa, dözərsən ona qulaq asma səsinə? Həyat yoldaşın hər gün mahnı oxuyarsa. Oho. Yaxşı, hirslənməyin. Вы знаете, что такое köhnə model? İnanda deyirsiniz, yana sən 20-ci vekdən qalmısan, 19-cu vekdən qalmısan. Əgər gələcəkdə uşağınız sizə desə ki, siz 19-cu vekdən, 20-ci vekdən qalmısınız, inciməzsiniz? Xətrimizə dəyməz? Çünki özünüz deyirsiniz inanda. Bir последний sual. Həyat yoldaşınız hər gün sizinlə selfie çəkmək istəsə, çəkdirərsiniz? Ayxan da, nə oldu? Mənə çatanda olmuş. Mənə çatanda selfie çəkdirmək istəmirsən, arvadına çatanda çəkdirirsən. Da, что это? Nə deməkdir, hə? Nə deməkdir? Çəkdirməyə zor eləyirsən. Mən zor eləyirəm, amma arvadın elə ki, önünü istəsə çəkdirəsən, hə? Mən səndən tutardım da, amma mən olmuram.